Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. MİQ və sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər və müdavimlər, hər birinizi xoş gördük. Bugün həm müəllimlərin işə qəbul imtahanında, həmçinin də sertifikasiya imtahanında qarşınıza çıxa biləcək situasiya tipli testlərin izahını təqdim edəcəm. Dəyərli müəllimlər, bu suallarımız yeni çıxan test bankımızdandır. Birazdan mən sizə test bankını da göstərəcəm. Baxın, bu tipli suallar işləmək üçün yeni çıxan, yeni nəşr olunan kitabımızı əldə edə bilərsiniz. 10 dənə sual sizlər üçün təqdim edəcəm. Təbii ki, özünüz videonu saxlayıb sualları cavablandıra bilərsiniz. Daha sonra isə sualın cavabını, izahını dinləyə bilərsiniz. Və sonda rəy bölməsində əldə etdiyiniz nəticəni yenidən qeyd etməyinizi sizdən istəyirəm. Dünən 10 dənəlik sual təqdim etmişdim, sırf sertifikasiya tipli. Bugün isə onunla biraz daha çətin bir sınağı sizlər üçün təqdim edəcəm. Əslində çətin deyil, sadəcə situasiya tiplidir, yəni oxuyub anlamaya əsaslanır. Oxuyub anlama bacarıqlarımızı inkişaf etdirərək bu sualları doğru cavablandıra bilərik. Gəlin, vaxt itirmədən baxaq bir nömrəli sualımıza. Bir nömrəli sualda deyilir ki, görək nə deyilir? Verilənlərdən hansı şagirdlərdə formalaşdırılmalı olan problem həll etmə bacarığını göstərir? Aha, baxın, söhbət nədən gedir? Problem həll etmə səriştəsindən, bacarığından gedir. A bəndində deyilir ki, şagirdlər məlumat əldə edir, inkişaf etdirir və dəyişdirir. Başqaları ilə öz fikirlərini bölüşmək, fərqliliklərini ifadə etmək, öyrənmələrini davam etdirmək və işləri görmək üçün əlaqə qururlar. Təbii ki, burada biz görürük ki, əməkdaşlıq, ünsiyyət kimi səriştələr, bacarıqlar öz əksini tapıb. Lakin problem həll etməklə bağlı heç bir xüsusiyyət öz əksini tapmayıbdır. Cavabımız deməli A bəndi olmayacaq. B bəndində deyilir ki, şagirdlərin bir fərd kimi inkişaf etməsi, özlərini və başqalarının başa düşməsi və onlara qayğı göstərməsini əhatə edir. Burada da xüsusi olaraq bir problem, bir qarşıya çıxan maneə öz əksini tapmır. Ona görə B bəndində bizim cavabımız olmayacaq. C bəndində deyilir ki, şagird qarşısına çıxan hər hansı məsələdə emosionallıq göstərmədən məsələni həll etmək üçün təkliflər irəli sürür. Baxın, dəyərli izləyicilər, şagird qarşısına çıxan hər hansı bir məsələdə, yəni bir problemdə, hər hansı bir situasiyada emosionallıq göstərmədən məsələni həll etmək üçün təkliflər irəli sürür. Bu ola bilərmi problem həll etmə bacarığı? Təbii ki, elə cavabımız olacaq C bəndi. Niyə? Çünki qarşıya çıxan hər hansı bir problemdə, maneədə emosional sabitlik göstərərək, yəni nədir emosional sabitlik? Öz emosiyalarını idarə etmək. Bəli, emosiyalarını dərk etməsi və idarə etməsi. Emosionallıq sabit göstərərək məsələni həll edirsə, deməli elə problem həll etmə səriştəsinə malikdir. Cavabımız C bəndi olacaq. Digər variantlara baxsaq, şagird qəbul etdiyi informasiyanı araşdırıb, dəqiqliyini bildikdən sonra zamanına və məkanına görə ondan istifadə edir. İnformasiya savadlığıdır. Burada yəni yoxdur bir problem. Şagirdlər layihə hazırlayarkən birgə iş qaydalarına, burada da əməkdaşlıq səriştəsi öz əksini tapır. Deməli, cavabımız oldu bir nömrəli sualda C bəndi. İnanıram ki, siz də bu sualı doğru cavablandırdınız. Gəlin, baxaq 2 nömrəli sualımıza. Müəllim deyir ki, burada, müəllim şagirdlərə ev tapşırığı olaraq yaşadıkları ərazinin, baxın, diqqətli olun, müəllim ev tapşırığı olaraq nə verdi şagirdlərə? Yaşadıkları ərazinin təbii coğrafi şəraiti haqqında məlumat toplayaraq esse yazmalarını dedi. Esse sadəcə bir fəaliyyətdir. Biz sualımızın cavabını axtarırıq məqsədlə, yəni müəllimin ev tapşırığı verməkdə əsas məqsədi nə idi? Ona uyğun cavab axtarmalıyıq. Bir müəllimin belə tapşırıq verməklə məqsədinin düzgün göstərildiyi variantı. Müəllimin məqsədi nədir? Yaşadıkları ərazinin təbii coğrafi şəraiti haqqında məlumat toplamaları.
Yəni əsas məqsəd yaşadığı ərazi haqqında şagirdin məlumatlı olmasını təmin etməkdir və yoxlamaqdır ki, görüm şagird nə qədər məlumatlıdır. Müəllimin məqsədi şagirdlərdə esse yazmaq bacarığını inkişaf etdirməkdir. Esse yazmaq yenə deyirəm bir fəaliyyətdir. Əsas məqsəd bizdən məqsədi istəyir. A bəndi olmayacaq cavabımız. Müəllimin məqsədi şagirdlərin yazıb bacarıqlarını normaya salmaqdır. Yenə esse yazmaq sadəcə bir fəaliyyətdir. Orada müəllimin məqsədi bu hissədir. Baxın, bu deyil, bu fəaliyyət hissəsidir. Yəni, o məqsədə çatmaq üçün sadəcə essedən istifadə edir müəllim. Deməli, bu da doğru cavab deyil. Müəllimin məqsədi şagirdlərin evdə də təhsillə bağlı araşdırmalar etməsini təmin etməkdir. Yəni, uşaq elə evdə də gedib təhsillə bağlı ancaq araşdırma mı eləməlidir? Yox, təbii ki, bu burada sadəcə yaşadığı bölgə ilə bağlıdır. Deməli, C bəndi də uyğunsuzdur. Müəllimin məqsədi şagirdləri fəal vətəndaş etməkdir. Bu qədər gözəl, bu qədər sadə. Biz səriştələr mövzusunu öyrənərkən, şagirdlərdə formalaşdırılan səriştələr, bacarıqlar, dəyərlər mövzusunu öyrənərkən, orada bir fəal vətəndaş mövqeyi səriştəsini öyrənmişdik ki, insan öz yaşadığı bölgə haqqında, rayon haqqında, ölkə haqqında məlumatlı olmalıdır. Müəllim də şagirdin məlumatlı olması üçün müəyyən tapşırıqlar verməlidir. Bunlar hamısı fəal vətəndaş mövqeyidir. Deməli, cavabımız olacaq burada nə? D bəndi, yəni şagirdləri fəal vətəndaş etməkdir. Fəal vətəndaş mövqeyini onlarda formalaşdırmaqdır. Cavabımız D bəndi. Y bəndi niyə olmayacaq? Bir müəllimin məqsədi şagirdləri araşdırmaya sövq etməkdir. Yenə qeyd edirəm, araşdırma, esse, bunlar hamısı bir fəaliyyətdir. Araşdırmada əldə olunan nədirsə bizim məqsədimiz də təbii ki, o olmuş olacaq. Doğru cavabımız D bəndi. İnanıram ki, bu sualı da doğru cavablandırdınız. Gəlin, baxaq 3 nömrəli sualımıza. 3 nömrəli sualımızda birincisi suala baxın, oxuyun. Digər variantları da göstərəcəm. Özünüzün seçə bilməniz üçün deyirəm bunu. Hansı tapşırıq şagirdlərdə İKT bacarıqlarını inkişafına yönəlib? İKT bilirsiniz də nədir? İnformasiya, kommunikasiya texnologiyalarından istifadə bacarığı. Oxuyun variantları, mən də sizinlə birlikdə oxuyum. Verilmiş texnologiyalardan hansı təhsil üçün daha keyfiyyətlidir? Fikrinizi nümunələrlə əsaslandırın. Bu A bəndidir. Hansı variantın doğru olduğunu deməyəcəm, siz özünüz tapın, sonra izah edəcəm. Verilmiş mövzu ilə bağlı təqdimatı yoldaşlarınızla birgə hazırlayın. Bu bizim B bəndidir. A, B-ni yəqin ki anladınız. Baxaq digər variantlarımıza. C-də deyilir ki, verilmiş nümunə üçün uyğun gələn atalar misalını səsləndirin. D bəndi, Qarabağın məşhur müəllimləri mövzusunda araşdırma edin. Y bəndi, problemin həlli istiqamətində dediyiniz fikirləri əsaslandırın. Buyurun, öz variantınızı seçin. Daha sonra isə mən sizin üçün doğru cavabı izah edim. Elə izaha sizin üçün Y, D və C variantlarından başlayacağım. Buradayken bunları sizə deyim, hansı səriştə olduqlarını. Problemin həlli istiqamətində dediyiniz fikirləri əsaslandırın. Tənqidi təfəkkür səriştəsidir. Tənqidi, şagirdlər burada tənqidi yanaşmalıdırlar. Deməli, E bəndi bizim cavabımız olmayacaq. Qarabağın məşhur müəllimləri mövzusu araşdırma edin. Araşdırma eləyirlər burada və Qarabağın məşhur müəllimlərindən araşdırmalar edirlər. İnformasiya savadlığı düşünə bilərik. Verilmiş nümunə üçün uyğun gələn atalar misalını səsləndirin. Uyğun gələn bir misal səsləndirirlər. Şagirdlərin sadəcə anlama bacarıqları yoxlanılır burada. Yəni, C, D, Y variantları İKT savadlığı ilə bağlı deyil. Qaydaq A və B variantına görək. Doğru cavabımız A-dır, yoxsa B-dir. Deməli, B bəndində deyilir ki, verilmiş mövzu ilə bağlı təqdimatı yoldaşlarınızla birgə hazırlayın. Yoldaşlarınızla birgə hazırlayın. Artıq bu olur nə? Əməkdaşlıq səriştəsi, əməkdaşlıq. Deməli, cavabımız A bəndi olacaq. Burada deyilir ki, verilmiş texnologiyalardan hansı, baxın, texnologiyalardan hansı təhsil üçün daha keyfiyyətlidir? Fikrinizi də əsaslandırın. Texnoloji bacarıqları şagirdlərin yüksəkdirsə İKT bacarığı.
Deməli elə texnologiyalardan hansı daha keyfiyyətlidir? Bunu da anlamış olacaqlar. Cavab A bəndi olacaq. Üzr istəyirəm. Cavab A bəndi olacaq. Baxırıq 4 nömrəli sualımıza. Görək 4 nömrəli sualımızı necə cavablandıra biləcəksinizmi? Bu da maraqlı bir sualdır. Bu tip suallarda müəllimlər qarışdırırlar həmişə. Səhvləri olur. Ən çox 2 nömrəli sual, bayaq izah elədim 2 nömrəli fəal vətəndaşla bağlı sualı müəllimlər səhv yazır. Bir də baxın bu tipli sualları burada da müəllimlər bəzən səhvlər edirlər. İndi gəlin baxaq görək. Nədən danışır? Ümumiyyətlə sualın məğzi nədir? Vətənpərvər gənclər müsabiqəsində iştirak etmək istəyən şagird internetdən, kitabxanadan, müxtəlif mənbələrdən istifadə etməklə lazımi informasiyaları əldə etdi. Şagirdin bu fəaliyyəti müəllimin şagirddə hansı bacarığı formalaşdırdığının göstəricisidir. Deməli, müəllim axtarıq görək şagirddə hansı bacarığı formalaşdırmağı hədəfləyibdir. A bəndi. Şagirdin təlimə marağı inkişaf etdirilmiş, onun istəkləri nəzərə alınmışdır. Müəllim bu bacarığı mı formalaşdırmaq istəyir? Bu ümumiyyətlə bir bacarıq deyil, sadəcə şagirdin marağıdır. Bizə şagird müəllim burada hansı tələbə əməl edib soruşmur. Ona görə A bəndi uyğunsuzdur ümumiyyətlə. B-də deyir ki, şagird müstəqil şəkildə öyrənməyə sövq edilir. Aha. Müəllim şagirdə vətənpərvər gənclər müsabiqəsində iştirak etmək istəyən şagirdə internetdən, kitabxanadan, müxtəlif mənbələrdən istifadə etməklə lazımi informasiyaları əldə etmək tapşırığını verib. Şagird gedib əldə edib yəni. Deməli ki, şagird elə müstəqil şəkildə öyrənib, istənilən bir yerdən araşdırma edibdir, öz istədiyi bir yerdən. Cavabımız elə B bəndi olacaq. C-də deyilir ki, şagird informasiya toplamaqla hansısa problemin həllində müstəqil qərar verməyə yönəldilib. Burada qərar qəbul etmək deyilən bir şey yoxdur. Problem də yoxdur. C bəndi yanlışdır. Şagirddə müxtəlif dəyərlər inkişaf etdirilib. Burada dəyərlərdən də danışmırıq. Şagirddə texnologiyalardan düzgün istifadə bacarığı formalaşdırılıb. Texnologiyadan istifadə bacarığı deyil təbii ki. Bir çox müəllim E bəndini də seçir. Səhv eləyən müəllimlər E bəndini seçir. Deyimdə hansı variant seçir ən çox müəllimlərimiz? Bir E-ni seçirlər. Tanıyıram da mən sizi. Bir E-ni seçirlər ən çox. Bir də C-ni. Bir də B-ni təbii ki. B doğru variantdır. Amma C ilə Y yanlışdır. Texnologiyalardan düzgün istifadə bacarığı formalaşdırır deyə bir məqsəd yoxdur burada. Çünki şahid istədiyi yerdən araşdırma edə bilər. İstəyir internetdən eləsin, kitabxanadan eləsin, müxtəlif mənbələrdən araşdırsın. Burada xüsusi bir texnoloji bacarığı inkişaf etdirməyi müəllim planlaşdırmayıb. Amma müstəqil öyrənməni görür, yəni müəllim baxır görüm ki, bu şagird müstəqil öyrənə bilirmi? Bunu yönləndirib şagird, müəllim şagirdə. Cavab B bəndi olacaq ona görə də. Baxaq 5 nömrəli sualımıza. Buyurun, videonu saxlayıb, yəni özünüz sualı cavablandıra bilərsiniz. Bu arada yenə bir daha mən sizin üçün kitabımızı təqdim edim. Baxın müəllimlər, yeni situasiya test bankımız artıq satışdadır. Burada gördüyünüz situasiya tipləri eynisi ilə, yəni bu suallara oxşar suallar kitabımızda öz əksini tapıb. Baxın görün nə qədər situasiya sualları var. Sırf oxuyub anlama bacarıqlarınızı inkişaf etdirəcək suallardır. Cədvəl sualları var. 1000 ədəd situasiya sualı var ki, çox ucuz bir qiymətə, yəni kitabın qiyməti 15 manatdır. Amma içərisindəki suallar deyir milyona dəyər. Həqiqətən özünüz alanda görəcəksiniz ki, bu suallar xeyli əziyyət tələb edən suallardır ki, yəni bunları yazana qədər biz necə araşdırmalar eləmişik. Kitabımızı əldə etmək üçün Edu Company təhsil şirkətinin filiallarına yaxınlaşa bilərsiniz. Elmlər filialına, Nərimanov, 28 may, Sumqayıt, Xırdalan və digər filiallarına yaxınlaşa bilərsiniz. Xaqlar, Neftçilər və ya 28 may metrosu yaxınlığında olan kitabxanalara və digər kitabxanalardan da soruşa bilərsiniz. Onlar sizin üçün gətirərlər kitabımıza təbii ki. Bölgədə yaşayan müəllimlər də post vasitəsilə çatdırılma mövcuddur. Bəli, kitabımızı əldə edərək yeni situasiyalar işləyib imtahana hazırlaşa bilərsiniz. Həm MİQ, həm sertifikasiya üçün, həm direktorların işə hazırlığı, müavinlərin işə hazırlığı üçün keçərli bir kitabdır. 5 nömrəli sualımıza gəlin baxaq. Yəqin ki, özünüz sualın cavabını müəyyənləşdirdiniz. Deyir, verilənlərdən hansı şagirddə səriştənin yanlış formalaşdırıldığının göstəricisidir?
Şagirddə hansı səriştə yanlış formalaşdırılır? Daha doğrusu hansı səriştə yox, səriştənin yanlış formalaşdırıldığını axtarır. Yəni hansıdır bizə o qədər də maraqlı deyil. Əsas odur ki, müəllim yanlış formalaşdırır. A bəndinə baxaq. Şagird ixracat və idxalat arasında fərqi müəyyən edib ixracatı daha ön plana çıxardan layihə hazırladı. Burada yəni bir yanlışlıq görmürük məncə. Normal şəkildə layihəsini hazırlayır. B-də deyir ki, müəllim sinifdə debat iş üsulunu təşkil edib, verilmiş mövzu ətrafında şagirdlərin müzakirəsini təşkil etməyi təmin etdi. Burada debatını təşkil edir, müəllim müzakirə təşkil edir, bir yanlışlıq yoxdur. C-də deyir ki, müəllim şagirdlərdə özgüvən hissini formalaşdırmaq üçün onların müstəqil qərar qəbul etmələrinə, problemlərini müstəqil şəkildə həll etmələrinə şərait yaratdı. Burada da müstəqil problem həll edirlər, deməli qərar qəbul edirlər. Burada da bir yanlışlıq görmürük. C-də olmayacaq cavabımız. Müəllim dərsin böyük hissəsini qrup işi formasında təşkil etdiyi üçün şagirdləri qrup qaydaları ilə tanış etdi. Və qaydaya əməl etməyən şagirdi qrupdan kənarlaşdıracağını bildirdi. Sizcə bu yanaşma doğru ola bilərmi? Qrup qaydalarına əməl etməyən şagirdi qrupdan kənarlaşdırmaq bərabər imkanların pozulmasıdır. Dəstəkləyici mühitin, sonra şagird yönümlülüyün, bir çox prinsiplərin, yəni burada kobud şəkildə pozulması deməkdir. Hətta inklüzivliyi də poza bilərik. Niyə? Çünki şagird qaydaya əməl etmirsə, qaydaları xatırlada bilərik. Əgər qaydaya əməl etmirsə, davranış pozuntusunu azaltmaq üçün, yəni də bu uşaq fəlsəfə yatmırsa, valideynlə məsləhətləşə bilərik, psixoloqla məsləhətləşə bilərik. Yəni onu qrupdan birbaşa sən qrupda iştirak eləmə demək yanlışdır təbii ki. Ortada olan problemi həll etmədən onu örtbasdır eləmək doğru yanaşma deyil. Nə müəllim üçün, nə valideyn üçün. Əgər bir uşaq bir davranış pozuntusu göstərirsə, onu kənarlaşdırıb sən bu işlə məşğul olma demək problemi həll etmir, problemi örtbasdır edir. O uşaq sabah yenə qayda pozuntusu göstərəcək. O uşaq yenə sabah yenə qrup işində davranış pozuntusu göstərəcək. Deməli, problemi kökündən həll etmək lazımdır. Şagirdin davranış pozuntusu niyə baş veribdir? Biz nəzəriyyələr öyrənmişik yəni sonunda davranışla bağlı. Seçim nəzəriyyəsi var orada, müxtəlif nəzəriyyələr var, uşaqların daxili ehtiyacları var. Bəlkə onları tapaq, ödəyək. Ən sonunda ipə sapa yatmırsa cəza üsulları ilə artıq davranış pozuntularını neyə bilərik? Qarşısını ala bilərik. Deməli, burada şagirdlərə qaydaları xatırladıb, uşaqlar qrup işinə başlayan kimi, baxın, qaydalara əməl etməsəz, qrupdan kənarlaşdıracam demək, bu təbii ki, biraz şagirddə də müəllimə qarşı aqressiya yaradar və onların çoxu qaydalara əməl etməz. Buna görə də yanlış olan cavab D variantıdır. Eylədir, şagird müzakirə zamanı ölkəmizdə yaşayan azsaylı xalqların özlərinin öz mədəniyyəti olduğunu və buna hörmətlə yanaşılmalı olduğunu bildirdi. Nə gözəl, mədəni müxtəlifliyə hörmət səriştəsini aşılayır müəllim şagirdə. Deməli, cavabımız D bəndi oldu 5 nömrəli sualda. Necə gedir müəllimlər? Bura qədər doğrularınız varmı? İnşallah ki, çoxunu doğru yazmış olarsınız. Baxaq 6 nömrəli suala. Bu sualın da cavabını mən sizə deyəcəm. İndi deyəndə görüm doğru yazacaqsınız. Buyurun özünüz oxuyun sualı, cavablandırın, videonu saxlayın. Bu sual çox maraqlı sualdır. Bunu cavablandırın. Elə indi saxlayıb cavablandırın. Bir çox müəllimin seçdiyi cavabı deyəcəm və sizin də çoxunuzun seçdiyiniz cavab üst-üstə düşəcək. Buna əminliklə sizə deyirəm. Sualı cavablandırın müəllimlər özünüz üçün. Oxuyuram sualı. Deyir ki, şagird Zəfər günü ilə əlaqəli tədbirdə çıxış edən şagird fikirlərini İlham Əliyevin sözləri ilə tamamladı. Şagird nə edir? Zəfər günü ilə əlaqəli tədbirdə çıxış edərkən öz fikirlərini İlham Əliyevin sözləri ilə tamamladı. Şagirdin fəaliyyəti haqqında verilmiş daha düzgün fikri qeyd edin. Burada 90% müəllimin seçdiyi cavab nədir? D bəndi. Şagird milli kimliyi ilə fəxarət hissi nümayiş etdirir. Baxın, çoxunuz bunu seçmişsiniz. Bilirəm, hiss edirəm. 6-cı hissim güclüdür. Cavabımız təbii ki, D variantı olmayacaq. Burada milli kimliyin fəxarəti ilə bağlı söhbət getmir. Burada o gedir ki, Zəfər günü ilə bağlı tədbir keçirilir. Şagird də sözlərini
İlham Əliyevin dediyi xoş bir sözlə, düzgün bir sözlə, xalqımıza, millətimizə yarayacaq bir sözlə ifadə eləyir. Deməli, şagird kim bu cavabı seçibsə doğru seçib. Şagird qəbul etdiyi informasiyadan zamanında düzgün formada istifadə edir. Cavabımız E variantı olacaq. Yəni, D variantı seçənlər yanlış seçib. Cavab E variantıdır. Şagirddə müstəqil inkişaf daha yüksək səviyyədədir. Yəni, müstəqil inkişafla bağlı heç nə yoxdur. Şagirdin tənqidi təfəkkürü tam şəkildə inkişaf etməyib. Niyə inkişaf etməsin ki? Bu mənfi bir cavabdır, yanlışdır. Şagird fikirlərə münasibət bildirib, haqlı olduğunu əsaslandırır. Yəni, nəyin haqqını əsaslandıracaq ki burada? Bu da əlaqəsiz bir cavabdır. Cavab Y bəndə olacaq. Siz də D yazmışdınızsa, rəy bölməsində qeyd edərsiniz. Belə. Baxaq 7 nömrəli sualımıza, çatırıq son suallara artıq. 4 sualımız qalıb. 7 nömrəli sualda deyir ki, Akif Əli ilə pianino dərsinə gedir. Akif müəllimin dediklərini yerinə yetirir. Aha. Akif nə edir? Müəllimin dediklərini yerinə yetirir. Yəni, Akif psixomotor sahənin hansı mərhələsindədir? Müəllimin dedikləri. Akif manipulyasiya mərhələsindədir. Manipulyasiya 2 yerdə verilib. Əli isə Akifin əlinə baxıb təkrarlayır. Akifin əlinə. Biri müəllimin dediyini təkrarlayır. Biri də Akifin əlinə baxır. Həmin o şagirdir. Deməli, Əli isə imitasiya mərhələsində. Dəqiqlik yox. Akif müəllimin dediyini, şifahi təlimatını görür. Ona uyğun şəkildə hərəkətləri həyata keçirir. Əli isə Akifin əlinə baxır. Görüm, Əli necə edir? O da ondan götürür. Deməli, Əli də imitasiya mərhələsində. Cavabımız D bəndi olacaq. Asan bir sual idi. Yəqin ki, siz də doğru cavablandırdınız. 8-ə baxırıq. Bir şagirddə sosial cəmiyyətdə ictimai qaydalar mövzusu təqdim olundu şagirdlərə. Tapşırığa şagirdin hansı reaksiyanı verməsi onda psixomotor sahənin artikulyasiya mərhələsinin inkişaf etdiyini göstərir. Bu sualın da cavabını özünüz videonu saxlayıb yazın. Burada da bir çox müəllim səhv eləyir. Əslində çətin sual deyil, amma bir dənə biraz qarışdırılacaq hissə var. Hansı cavabı götürür ən çox müəllimlər deyəcəm bunu sizə. Baxın, artikulyasiyadan danışırıqsa, E bəndinə baxsaq, deyir, şagird təqdim olunmuş mövzunu davranışı ilə anladığını nümayiş etdirdi. Bu artikulyasiya ilə bir əlaqəsi yoxdur. Artikulyasiya üzr istəyirəm. Bilirik ki, bir neçə işin eyni anda icra olunmasıdır. Deyil təbii ki. D-də deyir, şagird mövzunu araşdırma edib, əldə etdiyi məlumatları müzakirəyə çıxardı. Burada bir artikulyasiya, bir neçə işin eyni anda icrası yoxdur. Bunu da silirik. Şagird ictimai qaydaları öyrənib hərəkətlərində təkrarladı. İndi öyrənib təkrarlayırsa biz ona deməli, dəqiqlik deyə bilərik. C də olmayacaq. A mı, B mi? Bir çox müəllimin götürdüyü cavab nə olur burada? A bəndini götürürlər. A. Amma səhv eləyirlər. A deyil, cavabımız B'dir. Niyə A-nı götürürlər? Deyir, şagird internetdən verilmiş mövzuya dair axtarış edib, tapdığı video çarxı təqdim etdi. Video çarx sözünü görən kimi elə bilirlər ki, artikulyasiyadır. Axı, video hazırlama artikulyasiyadır. Amma diqqətlə oxumurlar ki, şagird mövzuya dair axtarış edib, tapdığı video çarxı göstərir. Artikulyasiya odur ki, şagird özü hazırlasın, özü düzəltsin. Əgər axtarış edib tapdığı videonu təqdim edirsə, bu sadəcə başqasının işini göstərməkdir. Burada heç bir artikulyasiya yoxdur. Ona görə A bəndi yanlışdır. Cavabımız B bəndi. Bir şagird verilmiş mövzunu araşdırıb, ona aid slayd hazırlayıb, təqdim etdi. Kim hazırladı? Şagird özü hazırladı. Düzdür? Şagird özü slaydı hazırladı və təqdim etdi. Müəllimin verdiyi mövzu ilə bağlı araşdırma elədi, özü hazırlayıb təqdim etdi. Deməli, slaydı özü hazırladı, bir neçə işi eyni anda icra elədi. Səs, vaxt, video və s. şəkillər cavab B bəndi. Daha sonra baxaq 9 nömrəli sualımıza. Bir dərsimizin ən maraqlı anı adlı sosial layihə təşkil olundu. Şagirdlərdən bu barədə sorğu götürüldükdə, şagirdlərdən biri ən maraqlı anın
nə olduğunu dedilər. Müəllimin göstərişi ilə yoldaşımın hərəkətlərini təkrar etməyim oldu dedilər. Diqqətli olun. Müəllimin göstərişi ilə yoldaşımın hərəkətlərini təkrar etməyim olur dedi şagird. Gəlin baxaq sualımızın qaydasına görə bizdən nə istəyir? Deyir ki, bu hərəkət psixomotor sahənin hansı mərhələsinin göstəricisidir? Yəni, müəllimin göstərişi ilə yoldaşımın hərəkətlərini təkrar etdiyim deməsi. Cavablarınızı yazın müəllimlər. Sizcə hansı mərhələdir? Yoldaşımın, deməli, müəllimin göstərişi ilə yoldaşımın hərəkətlərini təkrar etməyim oldu. Maraqlı bir sualdır. Yəqin ki, seçdiyiniz cavabı burada deyilir ki, bir çox müəllimin götürdüyü cavab nə olur? Manipulyasiya olur. Siz də manipulyasiya götürmüsünüzsə, səhv eləmişsiniz. Niyə? Çünki müəllimin göstərişi sözünü görüb manipulyasiya götürmüsünüz. Lakin müəllimin göstərişi burada şagirdə işi icra eləmək üçün təlimat deyil. Sadəcə müəllim göstəriş verir ki, misal üçün deyirəm, Samir, sən Gülaya hərəkətləri təkrarlaması üçün göstər. Müəllimin dediyi budur. Ona görə Gülay Samirə baxıb hərəkətləri təkrar edəcək. Müəllimin göstərsə, yoldaşımın hərəkətini təkrarlayıram mən. Yoldaşım canlı edir. Mən də canlı şəkildə görüb təkrarlayıramsa, bu olur imitasiya mərhələsi. Cavabımız A bəndi. Yəni, müəllimin göstərişi burada təlimat deyil. Şagirdin, əgər desəydi ki, şagird dedi ki, ən maraqlı hissə müəllimin göstərişi ilə hərəkəti təkrarlamağım oldu mənim. Təkrarlamağım oldu. O zaman qaça-qaça, uça-uça D bəndini götürərdi manipulyasiyanı. Amma burada müəllimin göstərişi ilə mən yoldaşımın hərəkətini təkrarlayıram. Mən hardan eləyirəm hərəkəti? Hardan təkrarlayıram? Yoldaşımı görüb təkrarlayıram. Canlı görürəm, təkrarlayıram. İmitasiya. Və sonuncu sualımız. Bu da maraqlı və bir çox müəllimin çaşdığı bir sual tipidir. Görürsünüz, biz sizin üçün elə suallar hazırlamışıq ki, daha MİQ imtahanında gedib deməyəsiniz ki, və ya sertifikasiyada suallar bir-birinə yaxın idi, işləyə bilmirdik. Təqdim edirik sual tiplərini, yaxın sual tiplərini və s. ki, o qədər işləyib, yəni də çox işlədikcə insan mükəmməlləşir də təbii ki. Bu testləri işləyərsiniz ki, alıb, nəticəniz də sonunda yaxşı olsun, o suallar sizə çətin gəlməsin. Buyurun, 10 nömrəli sualı oxuyuram, siz öz cavabınızı verərsiniz. Bir müəllim-şagird münasibətlərinin düzgün formalaşdırılması tədrisin keyfiyyətinə təsir etməklə yanaşı, şagirdi məktəbə cəlb edən amildir. Verilənlərdən hansı müəllim-şagird münasibətinə mənfi təsir edir? Nəyi axtarırıq? Müəllim-şagird münasibətinə mənfi təsir edən cavabı. Buyurun, variantınızı seçin. Sonra isə izahına baxaq. Oxuyuram A bəndin. İnformasiyanı şagirdlərə çatdıranda pozitiv olmağa çalışmaq. Nə gözəl, pozitiv olmaq əla bir yanaşmadır. A bəndi səhv deyil. B dedir, şagirdlər üçün oyunlar, tədbirlər təşkil etmək. Oyunları uşaqlar sevirlər. Bu da mənfi təsir etmir. Dərs ilinin əvvəlində onlarla buzqıran strategiyasını təşkil etmək. Buzqıran da onların bir-birini yaxşı tanımasına şərait yaradır. Onların arasında pozitiv münasibət yaradır. Bu da düzdür, həm də müəllim-şagird arasında. Şagirdlərə mütəmadi olaraq müsbət rəy verməklə onların ən kiçik uğurlarını belə dəfələrlə vurğulamaq. Onların ən kiçik uğurlarını dəfələrlə vurğulamaq yanlış yanaşma deyil. Şagirdin uğurunu vurğulamalıyıq. Vurğulaya bilərik. Dəfələrlə də biraz çox, həddən ziyadə gedir. Amma yenə də əsas məsələ nədir? Şagirdlərə mütəmadi olaraq müsbət rəy vermək. Yəni, baxın, bizim bir fikrimiz var da həmişə. Biz hər şeyin ortasını götürməkdən, hər hansı bir cümlə oxuyanda, fikir oxuyanda biz onun ifratına varırıq. Bəli, şagirdlə münasibət pozitiv olmalıdır deyirik. Nə gözəl. Amma şagirdin mənfilərini biz ona deməməliyik belə. Çıxır, yox, belə bir şey yoxdur. Mənfilərini də deyirik yeri gələndə. Amma normal şəkildə. Amma bu o demək deyil ki, ancaq biz ona mütəmadi olaraq müsbət rəylər verməliyik. Şagird bir gün səhv edibsə, bəli, fikrimizi müsbətlə başlayırıq, amma onun negativini də deyirik.
Yəni mütəmadi olaraq müsbət rəy verməklə ən kiçik uğurunu belə dəfələrlə vurğulamaq, bu artıq bir işin ifratına varmaq deməkdir. Başa düşürsünüz də yəqin ki, nə demək istəyirəm. Bir işin ifratına varmaqdır ki, mən dəfələrlə onun ən kiçik uğurlarını mütəmadi olaraq vurğulayıram. Vurğulaya bilərəm, amma dəfələrlə sözü biraz burada nədir? Təbii ki, doğru deyil. Şagirdin həm də mənfilərini də deyə bilərik biz ona. Müsbətini də, mənfisini də deyərək şagirdi düzgün istiqamətləndirməliyik. Yəqin ki, fikrimi anlaya bildiniz. Bu halda cavabımız D bəndi olacaq. Ki, mütəmadi olaraq müsbət rəylər verib, dəfələrlə ən kiçik uğurunu belə vurğulamaq, bu artıq bir işin ifratına varmaq deməkdir. Ona görə də doğru cavab burada. Yanlış fikir mənfi təsir edir D bəndi. Şagirdlər uğurlarını bəli vurğulamaq lazımdır. Amma da misal üçün deyirəm, siz istəyirəm ki, anlayasınız bunu. Misal üçün mən şagirdəm, bugün nəsə bir kiçik bir uğurum oldu, müəllim onu vurğuladı, nə gözəl. Amma dəfələrlə o kiçik uğuru digər uşaqların gözünə gətirsək, onlar deyəcək, ay müəllim, biz burada bu boyda iş görmüşük, heç bizi demirsiniz, amma onun kiçik bir uğurunu tez-tez deyirsiniz. Bu digər şagirdlərdə qərəzli münasibət yarada bilər. Bu digər şagirdlərin onu bullyinqə məruz qoymasına gətirib çıxara bilər. Ona görə də doğru cavab burada yanlış olan D bəndidir. Tədris il ərzində şagirdlərin müxtəlif maraqlarını nəzərə almaq bu da gözəl bir yanaşmadır. Cavab D bəndi. Belə dəyərli müəllimlər, suallarımız bu qədər. Mənimlə əlaqə saxlamaq üçün əgər dərslərimizə qoşulmaq istəsəz, yeni sürət qrupumuz var iyun ayı üçün. 050 697 78 33 nömrəsinə yaza bilərsiniz. Nə gözəl yazdım üçün. 050 697 78 33 kitab əldə etmək istəyirsinizsə yenə də bu nömrəyə yaza bilərsiniz. Mən sizi yönləndirərəm, kitablarımızı əldə edərsiniz. Situasiya test bankımıza. Hər birinizə uğurlar arzu edirəm. Videomuzu bəyənməyi, şərhlərinizi yazmağı və kanalımıza abunə olmağı unutmayın müəllimlər. Sağ olun, salamat qalın.